Həyatında bir şeylərin dəyişməsini istəyirsən. Amma dəyişiklik gəlmədən öncə necə hiss etməli olduğun barədə heç düşündünmü? Çoxumuz şükr etməyi ancaq istədiyimiz bir şey reallaşdıqdan sonra xatırlayırıq. Bir nəticə kimi, bir təşəkkür kimi. Lakin Doktor Joe Dispenza'ya görə şükür bir nəticə deyil, dəyişikliyi başladan şuur halıdır. Çünki şükür bədənə bunu söyləyir. Yoxluq içində deyiləm, gözlənti içində deyiləm. Hazırda tam və bütövəm. Və bədən bu mesajı aldıqda sağ qalmaq rejimindən çıxır. Bu səsləndirdiyim mətn Joe Dispenza'nın şükür və şuur dəyişikliyi mövzusunda keçirdiyi seminarların məzmunundan toplanmış bir alıntıdır. İndi isə sözü Joe Dispenza'ya buraxaq. İnsan bədəni günün böyük hissəsində fərqinə varmadan tək bir rejimdə işləyir. Sağ qalmaq rejimi. Bu rejimdə bədən davamlı olaraq bunu soruşur. Təhlükə varmı? Bir şey əksikdirmi? Hazır olmalıyam mı? Və s. Stres, qayğı, narahatlıq, gözlənti, nəzarət etmək ehtiyacı, bunların hamısı bədən üçün eyni mesajı daşıyır. Hələ güvəndə deyiləm. Çünki bu halların hamısı hələ baş vermədi, hələ yoxdur şuurundan qidalanır. Və bədən bu mesajı aldıqda enerjisini sağalmağa, yenilənməyə və ya böyüməyə ayırmır. Sadəcə sağ qalmağa fokuslanır. Joe Dispenza'nın burada xüsusilə vurğuladığı məqam çox itidir. Sağ qalmaq rejimində olan bir bədən dəyişikliyə uyğun deyil. Halbuki şükür halı bunun tam əksini edir. Şükür etdiyiniz zaman bədən bunu qəbul edir. Təhlükə yoxdur, məhrum deyiləm, hazırda tamamam. Və bu vəziyyət sinir sistemini sakitləşdirir. Bədən əzələləri boşalır, nəfəs dərinləşir, zehin sakitləşir, düşüncələr yavaşlayır. Bədən ilk dəfə bunu hiss edir. İndi buradayam. Beyin üçün ən vacib sual budur. Bu təcrübə realdır, amma burada təəccüblü bir həqiqət var. Beyin xaricdə həqiqətən yaşanan bir təcrübə ilə dərindən hiss edilən bir təcrübəni hər zaman ayırt edə bilmir. Yəni, siz bir şeyi güclü bir duyğu ilə hiss etdiyinizdə, beyin bunu baş vermiş kimi qeyd edir. Məhz buna görə şükür yalnız emosional bir hal deyil.
şükür nevroloji bir siqnaldır. Şükür halında olduqda stres hormonları azalır. İmmunitet sistemi işə düşür. Beyin yeni əlaqələr qurmağa başlayır və bu hal təkrarlandıqca beyin bunu öyrənir. Bu yeni normaldır. Joe Dispenza'nın söylədiyi şey çox aydındır. Əgər beyin yeni bir halı yetərli qədər tez-tez təcrübə edərsə, onu kimliyin bir parçasına çevirər. Şükür gözləmə halından çıxmaqdır. Bir çox insan həyatını fərqində olmadan gözləyərək yaşayır. Bir şey olsun, bir şey dəyişsin, kimsə gəlsin, bir nəticə ortaya çıxsın və sonra rahatlayacağını düşünür. Amma gözləmə halı bədəni davamlı olaraq gələcəyə kilitləyir. Şükür isə tamamilə fərqli bir şuurdur. Şükür gələcəkdə olacaq bir şeyə bağlanmaq deyil, indi baş vermiş kimi hiss etməkdir. Bu üzdən Dispenza bunu deyir. Şükür nəticəni gözləmək deyil. Şükür nəticənin şuuruna girməkdir. Və bədən bu şuur halında olduqda artıq axtarmağı dayandırır. Çünki axtarmaq əskiklikdir. Şükür isə tam olma halıdır. Şükür anlıq bir his olaraq qalarsa, təsiri məhdud olar. Amma bir vərdiş halına gələrsə, insanın daxili dünyasında köklü bir dəyişiklik başlayır. Çünki vərdiş halına gələn hər bir duyğu bir müddət sonra kimliyə çevrilir və insan artıq bunu deməyə başlayır. Mən həyata şükür halından baxıram. Bu nöqtədə şükür artıq bir məşq deyil, bir duruş halına gəlir. Və bu duruş daha sakit qərarlar istehsal etməyə başlayır. Daha aydın seçimlər doğurur. Həyata verilən reaksiyaları dəyişdirir. Joe Dispenza'nın vurğusu budur. Həyat sizin şuur halınıza uyğunlaşır. Şükür yalnız yaxşı hiss etmək deyil. Şükür yeni bir mənlik halıdır. Çünki siz uzun müddət şükür halında qaldığınızda artıq köhnə kimliyinizlə üst-üstə düşməyən reaksiyalar verməyə başlayırsınız. Eyni şeylər baş verir, amma siz eyni insan değilsiniz. Məhz bu nöqtədə dəyişiklik xaricdə görünən hala gəlir. Joe Dispenza'nın tez-tez xüsusi qeyd etdiyi digər bir vacib həqiqət.
yeni bir həyat, yeni bir mənlik olmadan gəlmir. Şükür bu yeni mənliyin qapısını açan şuur halıdır. İndi burada çox aydın bir yerə gəlirik. Şükür həyatınıza gözəl bir şey olduqdan sonra əlavə olunan bir duyğu deyil. Şükür dəyişiklik olmadan öncə girilən bir şuur halıdır. Çünki siz şükür halında olduqda bədəniniz artıq əksiklikdə olmadığını hiss edir. Zehniniz artıq axtarmır, şuur artıq bir şeyləri gözləmir. Və gözlənti içində olmadığınız anda həyat da sizə başqa bir yerdən cavab verməyə başlayır. Bədəniniz daxilində olduğunuz şuur halına görə yaşayır və həyatınız bu halın təbii bir əksidir. Yeni bir mənlik formalaşdıqda yeni bir həyat qaçınılmaz hala gəlir. İndi sadəcə olduğun yerdə dayan. Gözlər açıq və ya qapalı ola bilər. Nəfəsini dəyişdirməyinə ehtiyac yoxdur. Sadəcə nəfəs alıb verdiyini fərq et. Diqqətini bədəninə gətir. Çiyinlərinə, sinənə, qarın boşluğuna, heç bir şeyi düzəltməyə çalışma. Olduğu kimi fərq et. İndi həyatında hazırda yaxşı olan, minnətdarlıq duyduğun tək bir şeyi xatırla. Çox böyük bir şey olmaq məcburiyyətində deyil. Bir nəfəs, bir təbəssüm, bir gözəl söz, kiçik bir an. Amma real olsun. O şey üçün hiss etdiyin şükrün bədənində necə bir hiss yaratdığını fərq elə. Məcbur etmədən ən təbii halı ilə. Əgər bir istilik, bir yumuşalma və ya yüngül bir genişlənmə varsa, onu fərq et. Əgər bir şey yoxdursa, bu da tamamdır. İndi bunu hiss etməyə icazə ver. Bu an bir şeylərin əskik olduğu bir an deyil. Bu an tamamlanmış bir andır. Və bədəninin bu hissi real olaraq qəbul etməsinə izin ver. Sadəcə bir neçə nəfəs boyu
Bu halda qal. Unutma, şükür bir seçimdir ve bugün seçtiğin şuur sabah yaşayacağın hayatı təyin edir.